Yaxından çək. Bax, şəhərə 5 dəqiqə, dənizə 5 dəqiqə, hovuzu var, hər bir şəraiti də var. Dostlar, Sütən-Murdov kəndindən salamlayıram Lənkərana gələn qonaqları və Lənkəranları. Kim əgər ailəvi gəlmək istəyir, istirahət eləmək istəyir və yaxud da dostlarla, yalnız xanımlar, yalnız bəylər. Qarşı cinsdən gəlmək olmaz, bunu isti-isti deyim sizə, yalnız ailələr gələ bilərlər. Gəlirsiniz çox ucuz qiymətə, münasib qiymətə. Əgər hovuzdan yararlanmaq istəyirsinizsə, istirahət eləmək istəyirsinizsə, gəlirsiniz Sütən-Murdov kəndinə. Baxın, çöldə belə bir oturmağa eyvanımız var. Həyətdə sanitar qovşağı var, evin içində var. Bir dənə zəhmət olmasa o evi çək. O ev bez baseyna evdir. Bu evdən nisbətən ucuzdur. Əgər 2, 3, daha çox adam, bir 15 nəfər, 18 nəfər gəlmək istəyirsiniz, dincəlmək istəyirsinizsə, qarşılaya bilirik. Hər ikisi ev bir ev yiyəsi var, bir çəpərdən ayrılan evlərdir. Hər ikisini kiraya veririk. Zəhmət olmasa gəl evin içini göstərim sənə. Evə girər-girməz çox gözəl bir interyer qarşılayır bizi. Buradan yenə də xudmani bir sanitar qovşağı var, həm evin içində, həm evin çölündə. Ondan sonra gəl bir yataq otaqlarını göstərim. Burada belə bir yataq otağı var. Hər bir ütü, fen, kondisioner, yəni ev şəraitinin nə olmalıdırsa, əgər hamısı ilə tam təchiz olunub. Gəlin digər otaqları göstərim. Burada yenə bir yataq otağı var. Artıq 4 nəfər qala bilir bizim evimizdə. Burada da bir yataq otağı var və birbaşa panorama elə baxır həyətə, hovuza, buradan pəncərəni açırsınız, havalanır. Çox möhtəşəmdir ki, 6 nəfər. Evimiz 3 spalnidən ibarətdir, amma qədimiliyi xatırladır, insana ləzzət edir. 6 nəfər üçündür, yəni burada məsələn bir divan da var, bunu da saysaq əgər 7, hətta 8, maksimal bir 9 nəfər falan qarşılaya bilirik. Belə bir Amerikan mətbəxi var, studiya mətbəx deyirlər, yəni bura isə tam baxır həyətə. Məsələn, buradan elə qapını açırsınız, birbaşa buradan gəl, qaça-qaça get, atdan olsa da, yəni belə bir yerdir, nə zəhmət olmasa çəkinən. Evimiz bundan ibarətdir dostlar. Daha ətraflı video üçün yazın mənə 050 720 92 32 mənim öz şəxsi nömrəmdir. WhatsAppdan əlaqə saxlayın. Hər birinizin yolunu gözləyirik evimizdə. Təşəkkür edirəm. Bilirəm, soruşarsınız, onu da deyim, manqal, samavar da var həyətimizdə. Bir də onu deyim ki, dostlar, yerlər həqiqətən məhduddur. Deyərsiniz, həqiqətən necə olur? Çünki bir ay qabaqdan yer saxladanlar var, bir həftə qabaqdan yer saxladanlar var. Yəni, hər gün dayanmadan zənglər gəlir. Yəni, nə qədər tez evi saxlatsanız, tutaq ki, avqust ayını planlaşdırırsınız, əgər indi elə zəng edin, saxladın. Çünki avqust ayında siz yer tapa bilməyəcəksiniz. Təşəkkür edirəm, sağ olun.